görüm İlham Əliyev özü Naxçıvanı vurdurur. Erdoğan'la İlham Əliyev özü İranın üstüne hücuma keçməkdə maraqlıdırlar. Hakimiyyətlərini qorumaq üçün. İndi subut koyacağım. Qoymasam şərəfsizəm. Mən paylaşmamışam ki, Baku TV paylaş. Eləmi? Gəl indi yaxınlaşdıraq. Nə yazdı burada dəyərli vətənlərim, dəyərli soydaşlarım? İstehsalat birliği. Yaxşı, deyək ki, bu yalandır. Deyək ki, təxribatdır. Deyək ki, Baku TV də bilməyib. Hansı ki, o jurnalisti çağırdılar DTX-ya. Dünən onu pazdadılar. Çıxdı təkzib elədi. Rauf Arifoğlular, Eynullalar, Mir Şahinlər, bütün dünya dağılırdı Azərbaycan mediası. Naxçıvan vuruldu, Naxçıvan. Niyə İlham Əliyevin çıxışına qədər hər şeyi sildirirlər mediada? Niyə sildirirlər mediada? İnsan haqlı olarsa, hələ bir devlətin başında olan sürtüklər haqlıdırlarsa, niyə paylaşdığını silirlər? Bir açın Mir Şahinin kanallarına baxın, Eynullaya baxın, Baku bestlərə, hamını minirlər. Hamıya sildirirlər videoları. Niyə? İlham qatıladı mı deyə? Nədir məsələ? Erdoğan kulağını mı çəkdi? Gəlin deyək, Qabil yalan deyir elə. Gəlin görək, bunlar da mı səhv deyir? Ama baxın, Türk medyası İlham Əliyevin çıxışından sonra dərhal Türkiyə yayım elədi. Görün nələr dedilər İlham Əliyev haqqında, nələr dedilər. Birbaşa Naxçıvanı vurduran İlham Əliyevdir. İlham Əliyev ölkəni savaşa sokmaq istəyir. Birbaşa İlham Əliyev xalqı qırğına vermək istəyir. Azerbaycan'daki otokratik yönetimin, tek adam yönetiminin ülkedeki baskısını gördükçe onlar adına üzülüyorum. Yani tam bir hanedan tarafından yönetiliyor Azerbaycan. Şimdi Azerbaycan Devlet Başkanı'nın söyleminin, bu tutumunun, tavrının bilinçli olarak, tam bilinçle Amerikan ve İsrail'in İran'a karşı başlattığı savaşa destek vermekten başka hiçbir açıklaması yok. Yani bunu hiç öyle midir, böyle midir diye yani şahsen hiç bunu soracak hiçbir şey yok. Bu çok açık. Şaşırtıcı da değil. Bakın İlham Əliyevin çıxışından sonra Türkiye'nin en tanınmış simaları çıxır deyir ki, bu bir oyunuydu. Bu sadece Amerika'nın, İsrail'in isteği üzerine, İran'ın üzerine hücuma keçməyi, xalqı qırğına vermək. Vəssalam. İndi gəlin deyək ki, Qabil yine yalan deyir, bu Türk de yalan deyir. Yalan deyir elə. Gəlin indi Fazil Mustafa'dan size sitat gətirim. İlham Əliyevin ailəsinə ən yaxın, İlham Əliyevin sözünü deyən ən yaxın, İlham Əliyevin vəkili, millət vəkili yox, İlham Əliyevin vəkili Fazil Mustafa nə deyir? Gəlin baxaq. Azərbaycan İranla müharibə etməlidir. Bunu etməsək böyük güclər cənab prezidenti hakimiyyətdən göndərəcəklər. Gəlin birləşək cənab prezident üçün İranla vuruşaq. Bunu mən demirəm. Fazil Mustafa deyir. Nəyə görə Erdoğanla İlham Əliyev ağız-ağıza verib hər iki xalqı savaşa soxmalıdır? Hər zaman mən demirdim Erdoğan zamanında zaman gələcək ya Türkiyə, İranla ya Rusiya ilə savaşa soxacaq. Mən bunu demirdim mi? Mən bunu demirdim mi ki İlham Əliyev bu xalqı İranla savaşa soxacaq? Mən demirdim mi ki aprel ayına hazırlaşırlar? Budur baxın, mənə yazıblar. Birbaşa hərbi hissədən Qabil bəy ərzaq pulu da verilməsin deyə bütün zabitçiləri qazan təminatına qoyublar. Yaqin ki Zakir Həsənovun İlham Əliyevin 62 manat o ərzaq pulu ona ehtiyacı var. Verməsinlər deyə qazan təminatına qoyublar. Və İlham Əliyev səfərbərlik elan edildi. Odur ki xalqımız qırğınazda getməyin. Bunlar hamısı oyundu. Buna inanan da qoyundu.